Bugün dərsimiz olacaq Azərbaycanın çayları. Azərbaycan çayları Böyük Qafqazın şimal-şərq yamacının çaylarından başlayacaq. Ümumilikdə yəni Abşeron Qobustan zonasının çayları var, Şirvan zonasının çayları, Böyük Qafqazın cənub yamacının çayları, Kiçik Qafqazın şimal-şərq yamacı, Kiçik Qafqazın cənub-şərq yamacı və Naxçıvan, Lənkəran çayları. Yəni qısacası belə demək olar ki, Azərbaycan çayları birbaşa Xəzərə tökülən çaylar var. Məsəl üçün Böyük Qafqazın şimal-şərqi, Lənkəran zonasının çayları və Abşeron Qobustan çayları, Kürün sol və sağ qolları, Naxçıvan hövzəsinin çayları. Bu şəkildə bölünəcək. Biz bunlar haqqında ayrı-ayrılıqda məlumatlar verəcək. Diqqətli şəkildə dərsimizdə qulaq asın ki, test hissəsini həll edərkən, testləri həll edərkən çətinlik çəkməyəsiniz. Deməli, Böyük Qafqazın şimal-şərqindən axan çaylar hansılardır? İlk öncə bunlara tanış olaq. Samur çay, Qusar, Qudyal, Qaraçay, Bəlbələ çay, Şabran çay, Gilgil çay və Ata çay. Bu zona fiziki rayon olaraq yadınızda saxlayın ki, Qonaq kənd fiziki rayonuna aiddir. Qusar Maili düzəni və Samur Dəvəçi ovalığından keçir. Quba Xaçmaz iqtisadi rayonundan axırlar. İqtisadi rayon olaraq Quba Xaçmaz iqtisadi rayonuna aiddir. Siz hələ keçməmişsiniz bunları, amma keçdikcə ətraflı öyrənəcəksiniz. Xüsusiyyətlər nədən ibarətdir? Yəni, Böyük Qafqazın şimal-şərq yamacından axan çaylar hansı xüsusiyyətlərə malikdir uşaqlar? Birbaşa Xəzərə tökülürlər, bayaq dediyim kimi. Mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Yayda bol sulu olurlar. Buzlaq və qar sularla qidalanırlar. Buzlaq, qar sularla qidalanan çaylar əsasən hansı aylarda bol sulu olar? Təbii ki, yay aylarında. Bu çaylara Samur, Qusar və Qudyal çaylarını nümunə gətirmək olar. Kanyonvari dərələr yaradırlar. Çünki yumşaq suxurlardan keçdikləri üçün Böyük Qafqazın şimal-şərqindən axan çaylar kanyonvari dərələri yaradırlar. Su toplayıcı hövzələri iki fiziki rayondan axır. Qonaq kənddən də, Samur Dəvəçidən də. İki tektonik zonadan keçirlər. Böyük Qafqaz və Ön Qafqaz tektonik zonaları. Qudyal çay Xaçmaz rayonunun mərkəzi yaxınlığına keçir. Bəlbələ çay üzərində isə Afruca şəlaləsi yerləşir. Keçək Qobustan Abşeron çaylarına. Bunlar Pirsaat çay, Sumqayıt çay, Ceylankeşməz və Sital çaydır. Azərbaycanda ən seyrək çay şəbəkəsi bu ərazidə formalaşıb. Qobustan və Abşeron zonasının çaylarına uyğun gəlir. Xüsusiyyətlər nələrdir? Yayda quruyan çaylardır bu çaylar. Yağışla qidalanırlar, elə yağışla qidalandıqları üçün yayda quruyurlar. Test toplusunda bunlara aid çoxlu suallar var. Diqqətli şəkildə dərsimizdə qulaq asın. Yayda quruyan çaylar hansılar oldu? Abşeron Qobustan çaylarıdır. Yağış sularla qidalanırlar, ona görə də yayda quruyurlar. Ceylankeşməz 98% yağışla qidalanır. Sumqayıt çay bir tektonik zonadan axır, yalnız Böyük Qafqazdan. Pirsaat çay üzərində Pirsaat su anbarı var, o da Hacı Qabul rayonu ərazisindədir. Bu çaylar palçıqlı sellər yaradır. Biri var palçıqlı, biri var daşlı palçıqlı. İndi onlarla da tanış olacaq. Sonra Şirvan çayları var. Şirvan çaylarına Əlican çay, Türyan çay, Göyük çay, Girdiman çay və Ağsu çayını nümunə gətirə bilərik. Bu zonanın çaylarının xüsusiyyətləri nələrdir? Böyük gətirmə konusu yaradırlar. Şirvan düzündə böyük gətirmə konusu yaradırlar. Küdrü Şirvan zonasına aiddirlər. Fiziki rayon olaraq Küdrü Şirvan zonasına aiddirlər. Yeraltı və yağış sularla qidalanırlar. Türyan çayın qidasının 61%-ni yeraltı, Dəmiraparan çay isə buzlaq sularla qidalanır. Bu arada Türyan çayın iki qolu var. Tikanlı çay və Dəmiraparan çay. Yay aylarında intensiv suvarma səbəbindən kürə çatmır. Sırf toplunun sualıdır və cavabı belə olacaq. Yəni, hansı xüsusiyyətə aid olsa, belə bir xüsusiyyət verilsə, hansı çaylara aiddir? Təbii ki, Şirvan çaylarıdır ki, intensiv suvarma nəticəsində kürə çatmayan çaylar Şirvan düzünün çaylarıdır. Kürün sol qollarıdır bu çaylar. Ümumiyyətcə, Böyük Qafqazdan Kürün sağ qolları yox, ancaq Kürün sol qolları aid edilir. İki fiziki rayonda yerləşirlər, Böyük Qafqaz və Kür çökəkliyində. Böyük Qafqazın cənub yamacının çaylarına baxaq. Nazım çay, Sərhəd çayıdır, Balakənd çay, Katex çay, Kürmük çay, Şin, Kiş, Dəmiraparan, Əyri çay, Qanıq və Qabırlı çayları. Həmçinin Qanıq Qabırı da Sərhəd çayıdır. Bu zona Zaqatala, Lahıc, Qanıq Əyri çay vadisi, bunlar fiziki baxımdan da, amma iqtisadi baxımdan Şəki-Zaqatala iqtisadi rayonuna uyğun gəlir. Xüsusiyyətlər hansılardır uşaqlar? Bu çaylar Azərbaycanda daşlı və daşlı palçıqlı sellərə malikdir. Bayaq dedim, palçıqlı sellər Abşeron Qobustanın çaylarıdır, ancaq daşlı palçıqlı sellər, xüsusilə də Şin, Kiş, Kürmük çaylarında daha çox daşlı palçıqlı sellər baş verir. Böyük gətirmə konusu yaradırlar bunlarda. Qanıq Əyri çay vadisinə gətirilir. Bayaq Şirvanın çaylarında da dedik, gətirmə konusu yaradırlar. Gürcüstanla sərhədimizdə Mazım çay, Qanıq və Qabırlı çaylarından keçir. Qanıq, Qabırlı çayları Mingəçevir su anbarına tökülür. Hansı rayonda? Samux rayonunda.
Kür çayının əsasən ikinci dərəcəli sol qollarıdır bunlar. Əyri çayın 3 qolu var: Daşağıl, Kirş və Şin çaylar. Bu çaylar töküləcək Əyri çaya, Əyri çay Qanıqa, Qanıq isə Kür çayına töküləcək. Ona görə də bu çayların əksəriyyəti Kürün ikinci dərəcəli qolu adlanır. Amma Şin, Kirş üçüncü dərəcəli qollar sayılır. Kürmük çay Qanıqa tökülür. Katex çay Quton dağından başlayır. Əyri çay üzərində də eyni su anbarı var. Yəni axımı tənzimlənmiş çaydır Əyri çay. Kiçik Qafqazın şimal-şərq yamacının çayları: İncəsu, Ağstafa çay, Həsənsu, Tovuz çay, Qoşqar çay, Zəyim çay, Şəmkir çay, Gəncə çay və Kürək çay. Xüsusiyyətləri nələrdən ibarətdir? İncəsu, Ağstafa çay, Həsənsu və Tovuz çay ilk dörtlük tranzit çaydır. Ermənistandan başlanğıcını götürür. Qoşqar çay Azərbaycan daxilində ən çirkli çaydır. Kürək çay Goranboy, Göygöl isə Yevlaxdan axır. Zəyim çay və Şəmkir çay Şəmkir su anbarına tökülür. Kür çayının sağ qolları hesab edilirlər. Kiçik Qafqazda ümumiyyətlə Kür çayının sol qolu yox, ancaq sağ qolları deyəcəyik. Maralgöl və Göygöl Kürək çay hövzəsinə aid edilir. Maralgöldən Göygölə Ağsu çayı axır. İki göl arasındakı çay Ağsu çay. Kiçik Qafqazın cənub-şərq yamacının çayları: Tərtər çay, Xaçın çay, Qarqar çay, Köndələn çay, Bəsit çay, Oxçu çay, Həkəri və Bərgüşat çayları. Xüsusiyyətlər bundan ibarətdir ki, əsasən yeraltı sularla qidalanırlar. Xüsusilə Tərtər çay 71%-ni yeraltı sularla qidalanır. Tərtər çay Qəlinqaya zirvəsinə, yəni vulkanik yayladan başlanğıcını götürür. Tərtər çay üzərində sərsəng və su qovşan su anbarları vardır. Qarqar çayı yağışla qidalanır. Qarqar çay. Köndələn çayı da həmçinin yağışla qidalanır. Bəsit çay, Oxçu çay və Bərgüşat tranzit çaylardır. Tranzit nə oldu? Başqa ölkədən başlayan çaylar. Oxçu çay tranzit ən çox çirklənmiş çaydır. Azərbaycan daxilində Qoşqar çay ən çox çirklənmiş çay olsa da, Oxçu çay tranzit ən çox çirklənmiş çaydır. Həkərinin qolları Bərgüşat, Xocasu və Şəlvədir. Bərgüşat ilə Həkərin arasında yazı yaylası var. Bu arada Bərgüşat çayının ikinci adı da Bazar çayıdır. Naxçıvan çayları. Naxçıvan çaylarına Naxçıvan çay, Kükü çay, Parağa çay, Gilan çay, bir də Arpa çay daxildir. Xüsusiyyətlər: Kükü çay Naxçıvanın qoludur, Naxçıvan çayın qoludur. Parağa çay Gilan çayın qoludur. Naxçıvan çayları yeraltı sularla qidalanırlar. Gilan çayı buzlaq sularına, ərinti sularına qidalanır. Azərbaycanda 5 tektonik, daha doğrusu 5 çay buzlaqla qidalanan çayıdır. Samur, Qusar, Qudyal, Dəmiraparan çay və Gilan çay. Gilan çay buzlaq ərinti sularla qidalanır. Ona görə hansı ayda gür su olacaq? Təbii ki, yay aylarında. Arpa çay Ermənistandan axır. Naxçıvan çay Araz su anbarına tökülür. Bazar çay, Oxçu çay və Bəsit çay tranzitdir. Bazar çay həmin o Bərgüşat çayıdır. Naxçıvan çayları 2 tektonik zonadan axır. Ordubad çay isə 1 tektonik zonadan axır. Yəni Naxçıvan çaylarının hamısı 2 tektonik zonada, amma Ordubad çay 1 tektonik zonadan axır. Lənkəran zonasının çayları: Astara çayı, Lənkəran çayı, Biləş çayı, Bolqar çayı və Təngərud çayıdır. Təngərud çayı üzərində elə Təngərud şəlaləsi yerləşir. Astara çay və Bolqar çayları İran-Azərbaycan arasında sərhəddir. Şimali Azərbaycanla Cənubi Azərbaycanı ayırır. Xüsusiyyətlər nələrdir uşaqlar? Yağış suları və yeraltı su. Əsasən yağış sularla qidalanırlar. Qidasında qar, buzlaq suları iştirak etmir, çünki Talış dağlarının hündürlüyü çox aşağıdır. Orta dağlıqdan başlayırlar. Birbaşa Xəzərə tökülən çaylardır. Bolqar çay istisna, çünki Bolqar çay Mahmudcala bataqlığına tökülür. Mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. Xəzərə tökülən çaylar okean səviyyəsindən aşağıda yerləşir Mənsəbi. Ən çox illik axma bu zonanın çayları məxsusdur. Biləş çay və Bolqar çayın mənsəbi Kür çökəkliyinə gedib çıxır hətta. Astara çayın mənsəbi İran və Azərbaycan arasında yerləşir. Bayaq dediyim kimi Bolqar çay Mahmudcala bataqlığına tökülür. Çaylar haqqında bu qədər. Hər birinizi uğurlar.